Dördüncü qrup 2025-ci il üzrə model testlərin izahı. Birinci sualla başlayırıq. Birinci sualda bizə oksidlər qarışığı verilib. Mitki oksid, natrium oksid və maqnezium oksiddən ibarət qarışıq verilibdir. Yazım oksidləri miski oksid, natrium oksid və maqnezium oksid. Bu oksidlərin 59 qram olduğu qeyd olunur. Sonra onların üzərinə sulfat turşusu ilə təsir olunduğu şərti verilibdir. Deyilir ki, sulfat turşusu ilə tam reaksiyasından alınan maddələrin kütlələri cəmi 139, duzların kütlələri cəmi 139 və bizdən həmin reaksiyadan alınan suyun kütləsi istənilir. Yəni, hər bir oksid sulfat turşusu ilə reaksiyaya girəcək, alınacaq miski sulfat üstəgəl su. İkincidən alınacaq natrium sulfat üstəgəl su. Üçüncü reaksiyadan da maqnezium sulfat və su. Reaksiyalara fikir veririk ki, əmsallar bir-birinə, yəni hər iki tərəf bir-birinə bərabərdir. Yəni, əlavə əmsal yazmağa ehtiyac yoxdur. Buradan hər bir oksidin kütlələri cəmi, yəni üçünün birlikdə kütlələri cəmi 59 qramdır. Və buradan alınan duzların kütlələri cəmi isə 139 qramdır. Mən burada bu məsələ üçün ən sadə hesab etdiyim həlli yazacağam və fikirləşirəm ki, bu oksidlərin tərkibində nə qədər metal varsa, alınan duzun da tərkibində həmən qədər metal olmalıdır. Ona görə bu oksidlərin içərisində olan oksigeni çıxıram. Çıxılsın 16x yazıram. Oksigeni bilmirəm nə qədərdir, ona görə 16x yazdım. Yəni, üçünün də tərkibində 16x qədər, yəni üçünün tərkibində olan oksigenlərin molunu x götürdüm. Çıxdım 59-dan, bu mənə verəcək oksidlərin tərkibində olan metalın kütləsini və bərabər edirəm. Burada bir haşiyə çıxım, metalların kütlələrini çıxsam, yerdə hər birində SO4 qalır. SO4-ün də emeri, deməli, 32 üstəgəl 16 vur 4. Eləyir 96. Yəni, bunların da içərisində, duzların içərisində 139 çıxılsın, 96x qədər SO4 var. Və ifadəni sadələşdirirəm. İfadəni sadələşdirəndə olacaq 80x bərabərdir 80, x bərabərdir 1. Demək, mən nəyi müəyyən etdim? Mən müəyyən etdim ki, birinci şərtdə verdiyi bu qarışığın tərkibində, 3 oksidin tərkibində cəmi 1 mol oksigen var. 1 mol oksigen nə qədər suyun tərkibindədir? Təbii ki, 1 mol suyun içərisindədir. Ona görə reaksiyadan 1 mol su alınacaq. 1 mol suyun kütləsi isə, emeri isə 18 qram. Ona görə doğru cavab olacaq A variantı. Məsələdə oksidlərin tərkibində olan metalın kütləsi ilə duzun tərkibində olan metalların kütləsi dəyişməz olaraq qalacaq. Bunu nəzərə alaraq oksiddən oksigenin kütləsini çıxdım. Duzlardan da SO4-ün kütləsini çıxdım və bu ifadəni bir-birinə bərabər etdim. Nəticədə burada oksidlərin tərkibindəki oksigenin mol miqdarını 1 tapdım. 1 mol oksigen 1 mol suyun tərkibinə daxildir. 1 mol suyun kütləsi də 18 qramdır və buradan belə bəlli oldu ki, bu reaksiyadan alınan suyun kütləsi, yəni X olub 18 qram. İkinci sualda X, Y, Z maddələri verilibdir. X, Y, Z maddələri. Bunların hər birinin kütləsi M, yəni üçünün də kütlələri bərabər verilibdir. Mol miqdarları, maddə miqdarı verilibdir və X, Y, Z-in hidrogen, oksigen və su olduğu qeyd olunur. Hidrogen, biz kənarda yazım, hidrogen, oksigen və su. Yəni, bu üç maddə X, Y, Z, hidrogen, oksigen, sudur. Biz sadəcə müəyyən etməliyik ki, bunların hansı X, hansı Y, hansı Z ilə işarə olunubdur. Bunların kütlələrini təsəvvür edək. Hidrogen 2 qramdır. Oksigenin 1 molu 32. Suyun isə 1 molu 18 qramdır. Şərtdə isə kütlələri bərabər verilib. Biz bunların kütlələrini bərabərləşdirmək üçün düşünürük ki, bunların içərisində ən böyük oksigendir. Ona görə oksigenin kütləsinə bərabərləşdirmək üçün mən fikirləşirəm ki, hidrogeni 16 mol götürsəm, oksigeni 1 mol götürsəm, suyu da təxminən 2 deyil, 1.8, 1.7, indi təxminən 2 yazıram. Bizə onsuz da təxmini lazımdır. Bu rəqəmləri götürsəm, mol miqdarların, onların kütlələri bərabər olmuş olar.
Və burada bizə verib ki, N1 böyükdür N3 böyükdür N2. Yəni bunların içərisində maddə miqdarı ən böyük olan N1-dir. Biz də baxırıq ki, bizim yazdıqlarımızın içərisində maddə miqdarı ən böyük olan hidrogendir. Və belə çıxır ki, N1-in qarşısındakı X-dir. Bizə verilən X maddəsi hidrogen imiş. Bunu müəyyən etdik. Sonra N3-ü verib, yəni ikinci molu böyük olan maddə N3-dür. N3 isə Z-dir. Bizdə isə molu ikinci böyük olan sudur. Deməli, su Z kimi bizə ifadə olunubdur. Və nəhayət, demək, N2-ni verib. N2-nin molu isə belə çıxır ki, ən kiçikdir. Onda N2, yəni Y olacaq oksigen maddəsi. Y oksigendir. Beləliklə biz hər birini müəyyən etdik ki, X hidrogendir, Y oksigendir, Z isə sudur. Buna əsasən verilənləri yoxlamalıyıq. X üstəgəl alüminium. X-i hidrogen, Y-i oksigen, Z-i su tapdıq. İndi ona əsasən reaksiyalara baxırıq. X hidrogendirsə, hidrogen plus alüminium reaksiyası getmir. Bu reaksiya baş vermir. Deməli, bunu götürmürük. Y üstəgəl CO2. Y oksigendir. Oksigen yanma prosesini təmin edən qazdır. Biz də bilirik ki, karbon qazı yanmır. Maksimum oksidaşma dərəcəsindədir. Maksimum oksidaşma dərəcəsində olan oksidlər oksigenlə reaksiya daxil olmurlar. Z sudur. Su üstəgəl xlor 2 reaksiyası gedir və temperaturda verdiyinə görə burada H-xlor və H-xlor O3, yəni klorid və xlorat turşuları alınır. Deməli, bu reaksiya gedəcək. X H2 idi. H2 üstəgəl, yəni bura mən H2 yazım. H2 üstəgəl kuprumu, deməli, misir reduksiya edir, alınır su. Demək, bu reaksiyada gedir. Beşinci isə Y-dir, Y oksigendir. Oksigen fosfor yanan maddələrdən biridir. Oksigenin miqdarından asılı olaraq P2O3 və P2O5 alına bilər. Deməli, ikinci, üçüncü və iki səhv dedim. Üçüncü, dördüncü, beşinci reaksiyalar gedəcək. Doğru cavab oldu D variantı. 3, 4, 5. Üçüncü testdə ortofosfat, pirofosfat və metafosfat turşularının ortaq əlamətləri soruşulur. Mən hər bir turşunu yazım. H3PO4 ortofosfat turşusu, H4P2O7 pirofosfat turşusu, HPO3 isə metafosfat turşularıdır. Turşular üçün ümumi cəhətlərə baxacağıq. Turş duz əmələ gətirir. Bilirik ki, bir əsaslı turşular turş duz əmələ gətirmir. H3PO4, H4P2O7 çox əsaslı turşular olduqları üçün bu iki turşu turş duz əmələ gətirər. Yəni, ikinci üçün ortaq əlamət 1 oldu. 1-i yazdım 2-nin qarşısına. Fosforun valentliyi 5-dir. Hər üç turşuda fosforun valentliyi 5-dir. Onsuz da bizə bunların qrafik formulları lazım olacaq. Elə yazım. Bilirik ki, bir xətt bir valentliyi göstərir və gördüyünüz kimi fosfordan 5 xətt keçir. Bu oldu H3PO4-ün quruluşu. H4P2O7-nin quruluşunu bu şəkildə yazım. Fosfor, 2 fosfor var və 3 oksigen yazmalıyam. Bu oksigeni isə hər ikisi üçün ortaq hesab edirik. Deməli, bu oldu H4P2O7-nin quruluş formulu. Nəhayət metafosfat turşusu. Burada gördüyünüz kimi hər bir fosfordan 5 xətt keçir. Deməli, hər birində fosfor 5 valentlidir. Hər birində 5 valentlidirsə, deməli, ikinci ifadə 1-ə aiddir. Sonra üçüncü, molekulunda 2 pir abitəsi var. Ortofosfat turşusunda 1 pir abitəsi var. Pir abitələrin qırmızı xətlə göstərin. Burada 1 pir abitəsi var. Burada 2 pir abitəsi var. Burada da 2 pir abitəsi var. Belə məlum olur ki, pirofosfat və metafosfat turşularında hər ikisində 2 pir abitəsi var. Deməli, üçüncü ifadə elə 3-ə gedəcək. Pirofosfat və metafosfat turşusunda 2 pi var. Sonra dördüncü ifadəyə baxırıq. Kalsium oksid ilə əmələ gətirdiyi normal duzun 1 molunda 10 mol polyar kovalent rabitə var. Hər birinin kalsium oksidi ilə əmələ gətirdiyi normal duzun formulunu yazaq. Kalsium ortofosfat turşusu ilə əmələ gətirdiyi normal duz kalsium 3PO4 2 dəfə. Pirofosfat turşusu P2O7
4 əsaslı olduğuna görə belə alınacaq. Sonra bir də metafosfat turşusu ilə əmələ gətirdiyi normal duzun formulu isə bu şəkildə olacaq. İndi təyin edək hər birində neçə polyar kovalent rabitə var. Polyar kovalent rabitəni tapmaq üçün oksigenin sayını oksigenin valentinə vururuq. 8-i 2-yə vuranda 16. Bu bizə ümumi rabitə sayını verir. Metalın indeksini metalın valentliyinə vurduqda isə bizə ion rabitə sayını verəcək. Yəni 16 çıxılsın 10, 16 çıxılsın 6 bərabərdir 10. Deməli 10 polyar rabitə var. İkinciyə keçirik. 7 dəfə 2-nin 14 valentinə vurdum. 2 dəfə 2-nin 4. Deməli 14 çıxılsın 4, bu da 10 etdi. Deməli kalsium pirofosfatda da 10 polyar rabitə var. İndi metafosfat üçün hesablayırıq. 3 dəfə 2-nin 6 oksigen, 6-nı da valentliyə vururuq 12 və kalsiumun indeksini kalsiumun valentliyinə vuranda 2 eləyir. 12 çıx 2, 10. Və belə məlum oldu ki, hər üç duzda 10 polyar kovalent rabitə var. Yəni 4-cü ifadə hər üç üçün ümumi olduğu üçün 1-in qarşısına yazırıq. Və belə bəlli oldu ki, 1-ə 2, 4 yazmalıyıq. 1-in altında 2, 4 olan 2 variant da var. 2-yə 1 yazılır. 1 yazılır və artıq cavab bəlli oldu C-dir. Hər ehtimala 3-ə də baxırıq. 3-ə də 3 düşüb. Doğru cavabımız C. Dördüncü sualda qeyd edir ki, X elementi atomunda elektron təbəqələrinin sayı 3-dür. Normal halda atomunda boş orbitalların sayı 7-dir. Deməli, 3 təbəqəsi varsa, 1s2, 2s2, 2p6, yəni 2 təbəqəsi tam dolu. 3-cü təbəqəsində neçə elektron olduğunu biz boş orbitalların sayına görə müəyyən etməliyik. Bilirik ki, 3-cü təbəqədə 3s, 3p və 3d orbitalları var. S orbitalı 1 dənədir, P orbitalı 3 ədəddir, D orbitalı isə 5 ədəddir. Və 7 boş orbital dediyinə görə 5 dənəsi buradan, 2 dənəsini də buradan ayırıram. Deməli, bu 7-si boşdur. Belə bəlli olur ki, qalan bu ikisində elektron var. Yəni 3s2 olub və bir də 1. Ona görə burada 1 yazıram. Belə bəlli olur ki, bu 3-cü qrupda yerləşən 3 valentli element olacaq. 3 valentli metaldır. Və biz duzun formulunu yazırıq. Deyir ki, X-in hidroortofosfat duzunun 1 molunda olan atomların molları cəmini müəyyən edin. X-in hidroortofosfat duzu. X hidroortofosfat. Hidroortofosfat 2 valentlidir. X isə 3 valentli müəyyən etdik. Çünki 3-cü qrupda yerləşirsə, deməli bu 3-cü qrup elementidirsə 3 valentlidir. Və buradan formul olacaq X2, HPO4 3 dəfə. Bizdən də 1 molunda olan atomların cəmini istəyir. Ona görə cavab indeksləri toplayırıq. 2, üstə gəl, mötərizənin içərisi 1, 1, 4, 6 elədi. 6 dəfə üçün 18. Bərabərdir 20. Deməli, ümumən 1 molunda 20 atom olacaq. Doğru cavab C variantı. 5-ci sual. 5-ci sualda bizə qeyd edir ki, qapalı qabda amonyak parçalanır. Tarazlıq anında məhsulların ümumi mol sayının amonyakın mol sayına olan nisbəti 8-in 90 nisbəti kimidir. Tarazlıq halında qabda olan qaz qarışığının orta molyar kütləsini hesablayın. Reaksiyanı köçürüm. NH3 amonyakın parçalanması tənliyi verilibdir. Alınır N2 üstə gəl 3 mol H2. Demək, bu cümləyə diqqət yetiririk. Bizə deyir ki, tarazlıq anında, deyək ki, bura başlanğıcdır, bura sərf olunandır, bura tarazlıqdır. Tarazlıq anında məhsulların mol sayı amonyakın mol sayına nisbəti 8-in 90 nisbətidir. Demək, biz burada amonyak, demək, azotun götürək A mol. Əgər azotdan A mol alınıbsa, hidrogendən 3 A mol alınacaq. Çünki 1-in 3-ə nisbətində alınıb məhsullar. Amma amonyakın tarazlıq qatılığını bilmirik. Ona görə biz bunu B təsəvvür edirik. Və şərtə əsasən deyir ki, məhsulların ümumi mol sayını, amonyakın mol sayına olan nisbəti. Məhsulların mol sayı 4A olacaq. Deməli, 4A-nı B-yə böləndə nisbəti bizə verib ki, bu 8-in 90 nisbətinə bərabərdir. Və buradan yazırıq ki, 9 dəfə 4-ün 36-a bərabərdir 8B-yə. İfadənin hər iki tərəfində 8-ə bölürəm, eləyir B bərabərdir 4,5A. Deməli, mən B-ni müəyyən etdim ki, bu B 4,5A-ya bərabərdir.
hər birini eyni bir məchula gətirdim, daha doğrusu eyni məchula gətirdim. Bundan sonra qaz qarışığının orta molyar kütləsini hesablaya bilərəm. M-ortanın düsturu ilə yazıram. Deməli, sonda qabda olub 4,5 A-mol amoniak, sonra A-mol azot olubdur. Yəni A vurulsun, A-mol azot birinci yazım, sonra kütlələri ilə ifadə edərəm. Və 3 A-mol H2 olub. Və bunu bölməliyəm molları cəminə. 4,5 A amoniakın molu, A azotun molu, 3 A hidrogenin molu. Bərabərdir. 4,5 A vurulsun 17, üstə gəl 28 A, üstə gəl 6 A. 6 A. Və bunu bölürəm molları cəminə. Bu da eləyəcək 8,5 A. Və bu ifadəni hesablayırıq. Cavab edəcək 13. 13 Y variantındadır. Deməli, doğru cavab Y variantı. 6-cı sualda HXO4, HYO4, HZO4 turşuları verilib və oksigenin kütlə payını omega-1, omega-2, omega-3 ilə qeyd olunub və onların bir-birindən asılılığı verilib və sxemdə hər birinin hansının doğru olduğu göstərilir. Halogenlərdə olduğu da şərtdə qeyd olunubdur. X, Y, Z halogenlərdir. Halogenləri xatırlayaq. Flor, xlor, brom, yod. Oksigenli turşuları verib. Florun oksigenli turşusu olmur. Ona görə onu nəzərdən çıxardırıq. Deməli, X, Y, Z elə xlor, brom, yoddur. Və bunların hər birində oksigenin kütlə payı. Yəni, bu halogenlərin turşularını yazaq. H-xloro4, H-bromo4, bromat, perbromat, bir də peryodat. H-yod-O4. H-xloro4 də perxlorat turşusudur. Bu turşuların verib ki, tərkibində oksigenin kütlə payı ən çox olan omega-3-dür. Biz görürük ki, hər birinin tərkibində 4 oksigen var. Deməli, hər birinin içərisində oksigen 64 qramdır. 64-ü emirə bölüb biz oksigenin kütlə payını tapmalıyıq. Və burada qeyd edim ki, halogenlər bilirik ki, qrup üzrə yuxarıdan aşağı ayır artır. Ayır artır. Yəni, ayırı ən az olan xlordur, ən çox olan yoddur. Deməli, məxrəc ən kiçikdirsə, onda oksigenin kütlə payı ən böyük olacaq. Və baxırıq ki, omega-3-ü ən böyük verib. Yəni, oksigenin kütlə payı ən böyük olan bu turşulardan cavab H-xloro4 olacaq. Çünki burada xlorun ayırı ən kiçikdir deyə məxrəc kiçik olacaq və nəticədə alınan rəqəm, yəni oksigenin kütlə payı böyük olacaq. Ona görə belə baxırıq ki, omega-3-ün qarşısında duran Z-dir. Deməli, Z xlor imiş. Aşağıdan tapdıqca yazacağım. Z xlor imiş. Xlor 2. Sonra digəri omega-2-dir. Belə bəlli olur ki, omega-2-nin qarşısında da duran Y-dir. Deməli, Y bromdur. Y-i bura yazıram. Y brom 2-dir. Və oksigenin kütlə payı ən az olan omega-1-dir. Deməli, məxrəc ən böyük olandır. Yəni, ayrı ən böyük olan halogendir. Ona görə də omega-1 demək ki, bizə X-i verir. X də yod 2-yə uyğundur. Beləliklə, X, Y, Z-in hansı halogenləri ifadə etdiyini müəyyən etdik. Bundan sonra reaksiya sxeminə baxacaq. Burada verilən sxemə əsasən ortaq cəhətləri müəyyən edəcəyik. Bir də verib ki, X, Z. Z indi bizdə nə idi? Z xlor idi. X səhv dedim, bu kaliumdur. Kalium Z. Yəni, kalium xlordan söhbət gedir. Z xlordursa, bu kalium xlordur. Bir, kalium xlor ilə reaksiyaya daxil olmur. Kalium xlor bilirik ki, brom 2 ilə də reaksiyaya girməz. Halogenlərin sıxışdırma qabiliyyətinə görə xlor onların hər birindən qüvvətlidir. Flor, xlor, brom, yod sırası ilə hər bir halogen özündən sonra gələni sıxışdırıb çıxara bilir. Deməli, bromla yod xloru sıxışdıra bilməz. Kalium Z ilə reaksiyaya daxil olmur. Deməli, həm Y ilə, həm də X ilə daxil olmur. Y, X üçün ortaq cəhət 2-dir. Deməli, birinci ifadə 2-yə aid olacaq. Yazıram bura. Sonra davamına baxırıq. Valentliyi 1, 3, 5, 7-dir. Bilirik ki, halogenlərdən bircə flor sabit valentlidir, 1 valentlidir. Yerdə qalan xlor, brom, yod hər biri 1, 3, 5, 7 valentlidir. Ona görə bu hər biri üçün ortaq cəhətdir. Hər üçün ortaq cəhət isə 1-də verilib. Ona görə mən 2-ni buraya yazacağım. 2-ni yazdım ora.
Sonra 3-də deyir ki, su ilə reaksiyaya daxil olur. Yod su ilə reaksiyaya daxil olmur. Xlor və brom olur. Xlor və brom isə Z və Y-dir. Z və Y üçün ortaq cəhət 3 veribdir. Ona görə 3-ə elə 3 yazıram. 3-ü də bura yazdım. H2 ilə reaksiyaya daxil olur. H2 ilə hər biri reaksiyaya daxil olur. Yəni H2 xlor 2 ilə H xlor, H brom, H yod hər biri bu formada reaksiyaya girərək uyğun halogenli birləşməni əmələ gətirir. Ona görə 4-cü ifadə həm də bura gedəcək. Deməli, yadda saxlayaq, çünki cavablar o biri səhifədə idi. Mən burada göstərə bilməmişəm. Deməli, 1-ə getdi 2, 4, 2-yə 1, 3-ə isə 3. Baxaq indi doğru cavab hansı variantdadır? 2, 4, 1, 3. Doğru cavab olacaq B variantı. 2, 4, 1, 3. 7-ci suala keçək. 7-ci sualda verilib ki, metal SO4 N dəfə, metal SO4 N dəfə birləşməsində atomların ümumi sayı 1,5-adır, oksigen atomlarının sayı A-dır. Demək, burada nəyə fikir verək? Mən bu sualı belə başa düşürəm ki, bizə demək istəyir ki, oksigen ümumi atomların sayı oksigen atomlarının sayından 1,5 dəfə çoxdur. İki cür ifadə yaza bilərəm. Birinci, ümumi atomların sayını tapaq burada. Metal atomu 1 ədəddir, 1 moldur. SO4 5 atomdur, N-ə də vuranda 5N. Ümumi atom sayı 1 üstəgəl 5N-dir. Bəs oksigen sayı nə qədərdir? Oksigen sayı 4N qədərdir. Bizə də şərtdə deyir ki, ümumi atom sayı oksigen sayından 1,5 dəfə çoxdur. Yəni, ümumi atom sayını oksigen atomunun sayına böldükdə 1,5 verəcək. Və ya ifadəni belə qura bilərik. Oksigen atom, ortada bərabərlik qoyaq deyə, 1 üstəgəl 5N-i bərabər edirəm 1,5 vurulsun oksigenin sayı 4N. Yəni, o bərabərlik alınsın deyə, ümumi atom sayı 1,5 dəfə oksigendən çoxdur deyə, sağ tərəf 1,5-ə vururam, bərabərlik yaransın və hər ikisindən ifadəni həll edirəm və tapıram N-i 1. N-i 1 tapıramsa, demək bu olacaq metal 1, metalın demək, N-i 1 tapmışıqsa, deməli, SO4 metal özü 2 valentli olub. Yəni, 2 valentlidirsə, oksidaşmə dərəcəsi də müsbət 2 olacaq. Ona görə doğru cavab B variantı. 8-ci sualda maqnezium karbonat və kalsium karbonat onların mol miqdarlarını x, y kimi verib və tam parçalanmasından alınan metal oksidlərinin kütləsini bərabər verib x bölü y nisbətini istəyir. Molların bilmirik. Maqnezium karbonatı x mol verib bizə. Kalsium karbonatı da Y mol verib. Təbii ki, bunların parçalanmasından elə X mol maqnezium oksid və X mol CO2 alınır. Burada da Y mol kalsium oksid və Y mol CO2 alınır. Şərtdə isə alınan oksidlərin kütlələrin bərabər veribdir. Deməli, X mol maqnezium oksidin kütləsi bərabərdir Y mol kalsium oksidin kütləsinə. Kütlələri yazırıq. Maqnezium 24 üstəgəl 16 40 eləyir. 40x bərabərdir. Kalsium oksidin də emeri 56, 56y-ə. 40x bərabərdir 56y. Buradan ixtisar aparsaq qalır 5x bərabərdir 7y. Şərtdə isə bizdən x bölü y nisbətini istəyir. X y-ə bölün deyir. Biz də burada 7-ni 5-ə bölərik. Yəni, bu nisbət buna bərabərdir. Buradan da bizə 7-ni də 5-ə böləndə bizə verəcək 1,4. Doğru cavab Y variantı. X bölü Y nisbətini istədiyinə görə X-i Y-ə bölüb nisbəti hesabladım. 9-cu sualda bizə cədvəl verib. Cədvəldə X, Y, Z ilə daxil olan və olmayan prosesləri bizə üstəgəl və ya çıxılma işarəsi ilə verib. Və reaksiya burada təsvir olunubdur. Biz reaksiyanı yazaq əvvəlcə. Kuprumu üstəgəl NH3 alınır 3 maddə X üstəgəl Y üstəgəl Z. Alınır mis üstəgəl N2 üstəgəl su. Azotun laboratoriyada alınma üsuludur. Azotun. Və biz burada X, Y, Z-in hansı maddələr olduğunu müəyyən etmək üçün cədvəldən istifadə edəcəyik. Cədvələ baxırıq ki, bizə qeyd edir ki, X xlorla reaksiyaya girmir. Oksigenlə reaksiyaya daxil olur. Deməli, xlorla daxil olmayıb, oksigenlə reaksiyaya daxil olan azotdur. Belə çıxır ki, azotu bizə X kimi verib.
Y-ə baxırıq. Y deyir, xlorla reaksiyaya girir, oksigenlə girmir. Deməli, bu da sudur. Y sudur. Çünki su xlorla gedir. H xloro, istidə gedərsə H xlor, H xloro 3. Amma oksigenlə reaksiya daxil olmur. Və belə bəlli oldu ki, Z də mis olacaq. Və şərtə əsasən o həm xlor 2 ilə reaksiya girib kuprum xlor 2 verir, oksigenlə də reaksiya girib kuprumu verir. Deməli, bu da təsdiqləyir ki, bizim seçimimiz doğrudur. Bundan sonra bizdən X, Y, Z maddələrini müəyyən edin deyir. Hər birini ardıcıl göstəririk. Deməli, X N2-dir. N2 su kuprum. N2 su kuprum doğru cavab A variantı. 10-cu sualda elektroliz prosesi təsvir olunubdur. Elektroliz prosesində katod, anod verilib gördüyünüz kimi və natrium sulfat məhlulu elektroliz olunur. Əvvəlcə natrium sulfatın elektroliz tənliyini tərtib edək. Natrium sulfat üstəgəl su, suda məhlulda elektrolizdir. Bu zaman kationları bir müqayisə edirik. H2 hidrogen ionu daha qüvvətli kationdur. Oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir. Ona görə katoda H2. Anionlardan isə suyun OH-ı anodda oksidləşər. O da bizə O2 verəcək. Deməli, katoda H2, anoda oksigen toplanır. H2 katoda, oksigen anoda getdi. Deməli, natrium sulfat heç bir dəyişikliyə uğramadı. Elektroliz tənliyi bu şəkildə olacaq. Katodu verib. Katod, biz katodu qeyd etdik, H2. Deməli, Y qazı H2-dir. Anodda da oksigen verib. Deməli, X2 də oksigen qazıdır. X-i müəyyən etdik oksigen. Oksigen. Diqqətli olmaq lazımdır. Yerini dəyişik verirlər. Y-i isə H2. H2. İndi bizdən həm də soruşur ki, natrium doymamış məhlulda duzun kütlə payının dəyişməsini müəyyən edin. Əgər bu məhlul doymamış natrium sulfat məhlululdursa, göründüyü kimi ancaq suyun parçalanması gedir, duz olduğu kimi qalır və məhlulda tədricən su azalır deyə duzun məhuldakı qatılığı zaman keçdikcə artacaq. Ona görə doğru cavab A variantı yox, azalır sözünə görə A götürmürük. Doğru cavab D variantı olacaq. O2, H2 və kütlə payı, duzun kütlə payı məhlulda artır. Doğru cavab D. Kürdün qatı nitrat turşusu ilə reaksiyası verilir. Demək, alınır buradan qatı olduğuna görə H2SO4, üstəgəl NO2, üstəgəl su. Hər üç maddəni X, Y, Z ilə ifadə edib. Biz burada müəyyən etməliyik ki, bu maddələrin hansı X, hansı Y, hansı Z-dir. Bunu müəyyən etmək üçün cədvəl verib, cədvəldə oksidlər yazıb. Oksidlər, yəni X, Y oksidlərdir. Burada da oksidlər bu iki maddədir. Və orada oksigenin kütlə payını faizlə omega-1, omega-2 işarə edib. Və cədvəlin altında qeyd edib ki, omega-2 böyükdür omega-1-dən. Oksigenin kütlə payından söhbət gedir. Yəni, oksidlərdə oksigenin kütlə payı omega-2-də daha çoxdur. Biz də hər iki birləşmədə oksigenin kütlə payını müəyyən edək. NO2 üçün oksigenin kütlə payını müəyyən etsək, omega oksigen bərabərdir, 32 bölünsün, emirdə 46 edər, 46. Bərabərdir, 2-yə ixtisar aparıram, 16 bölünsün, 23. Bu suda oksigenin kütlə payını hesablayaq. Omega oksigen bərabərdir, 16 bölünsün, 18. Baxırıq, iki kütlə payını müqayisə edirik, sürətləri eynidir. Deməli, məxrəci kiçik olan daha böyükdür. Belə çıxır ki, omega-2 H2O-ya aiddir. H2O, omega-2 də cədvəldə fikir verin, Y-in qarşısında yazılıb. Belə bəlli olur ki, Y H2O, X isə NO2-dir və təbii ki, onlar sıradan çıxdısa, Z də sulfat turşusu olacaq. Sonra bizdən soruşur, X, Y, Z hansı maddələrlə reaksiya daxil olar? X-i verib, X bir də xatırlayırıq, NO2-dir. NO2 kalium karbonatla reaksiyaya daxil olarmı? Yoxlayaq. Deməli, kalium karbonat üstəgəl NO2. Bu oksidlərin fəallıq sırasına əsasəndir. Demişik ki, az uçucu olanlar çox uçucu olanız onun məhlulundan sıxışdırıb çıxarır. Yəni, burada NO2 həm karbonat sıxışdıra bilir, həm də NO2 burada gübrənin alınması üsuludur. Həm kalium nitrat, həm kalium nitrit, həm də CO2 alınır. Yəni, bu reaksiya gedir, həm nitrat, həm nitrit alınır. Birinci reaksiyanın getməsi mümkündür. Y karbonla gedərmi? Y sudur. Karbon üstəgəl su reaksiyası gedərmi? Bəli, gedər. Alınır CO üstəgəl H2. Sonra Z verib, Z maqneziumdan gedərmi? Z də sulfat turşusudur.
Bəli, maqnezium sulfat turşusu ilə reaksiya daxil olar. Durusu da, qatısı da və duru qatı olmağına görə təbii ki, vəziyyət dəyişəcək. Mən elə ən sadə halı yazım. Belə çıxır ki, birinci proses baş tutar. Birdə verilənlərin hər biri gördüyünüz kimi reaksiya daxil olur. 2-ni yoxlayırıq. 2-də verib X kalium OH-la reaksiya daxil olarmı? X NO2-dir. NO2 kalium OH-la bəli reaksiya daxil olar. Kalium OH üstə gəl NO2 alınır kalium NO3 üstə gəl kalium NO2 üstə gəl su. Yəni getməsi mümkündür. İkinci kuprumu Y-lə verib. Y sudur. Kuprumu üstə gəl su reaksiyası getməz. Kuprumu əsasi oksiddir. Əsasi oksidlərdən ancaq qələvi və qələvi torpaq metallarının oksidləri suda həll olur. Yəni bu reaksiya getməz. Ona görə 2 sıradan çıxdı. 3-ə baxırıq. Natrium karbonat NO2 ilə gedərmi? Eyni ilə bu prosesdir. Sadəcə natriuma dəyişəcəyik. Yəni getməsi mümkündür. İkincini yoxlayırıq. Kalsium karbid. Kalsium karbid Y-də sudur. Kalsium karbid su ilə gedərmi? Bəli, gedər. Kalsium karbid su ilə getdikdə asetilin qazının alınmasıdır. C2H2 üstə gəl kalsium hidroksidi alınır. Getməsi mümkündür. Kalium OH Z-lə. Kalium OH əsasdır, Z də sulfat turşusudur. Turşu əsas reaksiyası hər zaman gedir. Ona görə bu reaksiyanın da getməsi mümkündür. Beləliklə, 3-cü sırada da hər bir verilənlərlə reaksiya baş verdi. Demək, 3 də doğru cavabdır. 4-ə baxırıq. Natrium hidroksid X-lə, yəni NO2 ilə reaksiya girərmi? Girər. Burada kalium OH-la yazmışıq. İndi natrium hidroksidlə də eyni ilə gedəcək. Təkrar yazmayayım deyə elə üzərində göstərirəm. Getməsi mümkündür. Natrium nitrat Y-lə. Y sudur. Natrium nitrat üstə gəl su reaksiyası təbii ki, bu reaksiya deyil. Getməz. Sadəcə natrium nitrat suda həll olur. Hidrolizi belə baş vermir. Ona görə 4-cü elə indidən bəlli olur ki, reaksiya getməyəcək. Və cavab artıq bəlli oldu. 1-ci və 4-cü. 1-ci və 4-cüdə verilən maddələr X, Y, Z-lə reaksiya daxil oldu. Doğru cavab C variantı. 12-də deməli verib XY maddənin adın karboront. Karboront silisium karbidin adıdır. Karboront bərk maddədir, sıxlığı deməli bərkliyinə görə almazdan geri qalır. Çox bərkdir, almazı əvəz edən maddə kimi istifadə olunur. Natrium 2YO3 isə soda verib. Biz bilirik ki, natrium karbonat sodadır. Demək, bu X, Y-in tərkibini ifadə edir. Bu isə natrium 2, YO3-ün tərkibini ifadə edir. İndi Y buradan bəlli olur ki, karbondur. Y karbondursa, deməli, X də silisium imiş. Yəni, X silisium, aydın yazım, Y isə karbon imiş. Hansı reaksiyalar doğru deyil? X müəyyən etdik ki, silisiumdur. Silisium. Silisium H2 reaksiyası baş vermir. Bu reaksiya getmir. Y isə karbondur. Karbon üstə gəl natrium hidroksid üstə gəl su getməz. Bu reaksiya silisiumdan olsa gedərdi. Ona görə bu da baş vermir. X silisium olduğuna görə silisium O2 üstə gəl karbon gedərmi? Bəli, bu reaksiya baş verir və silisiumun alınması üçün silisium üstə gəl 2CO alınır, doğrudur. Y karbondur. Karbon üstə gəl xlor 2 reaksiyası baş vermir. Vermir, bu reaksiya yanlışdır. Deməli, karbon yalnız florla reaksiyaya girir. Karbon flor 4 verir, xlorla reaksiya baş vermir. Sonra burada yenə karbon üstə gəl N2 disyan qazı. Bəli, bu gedər, bu disyan qazı alınır. Bu reaksiya mümkündür. Deməli, bu da mümkündür. Bizdən isə doğru olmayanlar istəyir. Doğru olmayanlar oldu 1-ci, 2-ci və 4-cü reaksiyalar. 1, 2, 4. Doğru cavab Y variantı. 13-cü sualda STEM-dir. STEM-də verilib ferrum S2, pirit. Piritin qızdırılması tənliyi verilib. Piriti termiki qızdıranda S ayrılır. S və ferrum S. Ferrum S üstə gəl S. Yəni reaksiya bu şəkildə gedir. X-i müəyyən etdik ki, bu S-dir. Ferrum S üstə gəl H xlor. Alınır ferrum xlor 2 üstə gəl H2S. Davamın yazım. Davamına baxırıq, görək hansı maddəni götürsək sxem davam edə biləcək. Əgər biz burada T maddəsini ferrum xlor 2 götürəriksə, onda reaksiya baş verməz. Çünki ferrum xlor 2 SO2 ilə reaksiya daxil olmaz. Demək, bu H2S olub. T H2S olub ki, H2S üstə gəl
SO2 reaksiyası baş verib, alınıb S++ su. Demək ki, el maddəsi burada su olacaq. Niyə sudur el? Çünki biz burada S-i başlanğıcda bizə X olaraq müəyyən etmişdik. Demək, X oxun altında verilən kükürtdür. El isə sudur. El su müəyyən etdik. El su, yəni doğru cavab ya C ya da ya da D olacaq. Su olan variantlara baxırıq. Bizdən hansı maddələr istəyir? Y istəyir. Y nə oldu? Ferrumes oldu. Yenə iki variant arasında qalırıq. T maddəsini bizdən istəmir. Bax, diqqətsizlik edib H2-si götürərsiniz. Çünki T-ni bizdən istəmir. Bizdən Z istəyir. Z harada yazılmışdı? Burada. Deməli, ferrumesə H-xlorla təsir edəndə biz H2-si bura götürdük. Deməli, Z maddəsi ferrum xlor 2-dir. Ferrum xlor 2 oxun altına yazılmalıydı. Ona görə doğru cavab ferrum xlor 2 olandı. Yəni C variantı. Sxemi bir də deyim. Qarışıqlıq olmasın. Deməli, burada parçalanmasından S alındı, kükürt. Y oldu ferrumes. Ferrumes H-xlorla verdi ferrum xlor 2 və H2S. H2S də SO2 ilə X bayaq müəyyən etmişdik. S və su. Artıq cavablar elə öz üzərinə göstərdim. Doğru cavab C variantı. 14-cü testdə bizə verib X2O3 maddəsi. X2O3 maddəsi verib. Deyir, X-in oksigeni olan nisbəti 13-ün 16-ya nisbəti kimidir. Yəni, bu maddənin tərkibində X-i, yəni 2X-i, oksigenə, yəni 16 vur 3-ə, bu da 48 edəcək və nisbəti bizə verib ki, 13-ün 6-ya nisbəti kimidir. Yəni, deyiləni aydınca yazdıq. 2X böl 48 bərabərdir 13 böl 16. Buradan ifadəni həll edirəm. 12X bərabərdir 624-ə, X bərabərdir 52. 52-də cədvəlin altına baxın, xromu ifadə edir. Deməli, bu xrom elementidir. İndi xrom üçün hansı reaksiyalar doğru deyil? Deyil istəyir. Doğru deyil olanları, səhv reaksiyaları seçirik. Xromun əksər xassələri dəmir kimidir. Yəni, valentlik məsələsi. Dəmir hansı maddələrlə 2, hansılarla 3 verir, 3 valentli olursa, xrom da adətən belə olur. Əksərən belə olur. İndi bilirik ki, xrom və dəmir hər ikisi xlorla reaksiya girəndə 3 valentli alınır. Deməli, bu səhvdir. Burada 2 valentli verib. 3 valentli versəydi doğru olardı. Sonra X üstəgəl oksigen X3O4. Əgər X ferrum olsaydı, ferrum 3O4 verərdi. Xrom qarışıq oksit vermir. Bu reaksiyada səhvdir. Xrom H-xlorla reaksiya girəndə, deməli, xlorla 3 valentlisi alınır, amma H-xlorla 2 valentlisi alınır. Deməli, bu ifadə doğrudur. Bu reaksiya doğrudur. Xrom qatı nitrat turşusu ilə reaksiyaya girəndə qızdırdıqda gedir. Bu çox önəmlidir. Soyuqda baş vermir. 3 valentli metallar, dəmir, alüminium, xrom qatı nitrat turşusu ilə qızdırıldıqda reaksiya daxil olur. Bu zaman onların 3 valentli duzu, NO və su alınır. Bu doğru reaksiyadır. X üstəgəl qatı sulfat turşusu, yəni xrom üstəgəl qatı sulfat turşusu, qatı sulfat turşusu ilə dəmir də xrom da hər ikisi 3 valentli duz verməli idi. Amma burada 2 valentli olduğuna görə bu yanlışdır. Bizdən də doğru olmayan, yəni yanlışları istəyir. Ona görə doğru cavab olacaq 1, 2 və 5. 1, 2, 5 doğru cavab B variantı. 15-ci sualda alkin verib. Alkin. Alkinin ümumi formulu CnH2 şərtdə də özü qeyd edib. 1 molun yanmasına sərf olunan oksigenin mol miqdarının A üstəgəl 2 verib. Yanmasından alınan CO2-nin mol miqdarının A verib. Molekulunda birlik karbon atomlarının sayı N-2, alkinin beynəlxalq nomenklatura ilə adlandırın deyilir. Demək, biz birinci düşünək. Alkinin 1 molunun yanmasına nə qədər oksigen sərf olunurdu? 3N çıxılsın 1 bölünsün 2 mol oksigen sərf olunurdu və M mol karbon qazı alınırdı və N-1 mol su. Bizə indi karbon qazı və suyu oksigeni verib. Oksigeni ilə bölüm yazım kəsr olmasın. 3N çıxılsın 1 bölünsün 2. Bu edəcək 1,5 N çıxılsın 0,5. Deməli, bu oksigendir və karbon qazı mol miqdarını isə A verib. Yəni, belə çıxır ki, oksigen alınan karbon qazından 2 vahid çoxdur.
Oksigen alınan karbon qazından 2 vahid çoxdur. Ona görə mən bərabərlik yaransın deyə karbonun üzərinə 2 gəlirəm və bərabər edirəm oksigen. 1 molun yanmasına sərf olunan oksigenə. Hər iki tərəfi bərabərləşdirdim. Yəni şərtə əsasən oksigen alınan karbon qazından 2 vahid çoxdur. Ancaq mən bərabərlik olsun deyə sağ tərəfə 2 əlavə etdim və bu ifadəni həll edirəm. Demək, 0,5 n bərabərdir 2,5-ə, n də bərabərdir 5. Və n-i tapdım 5. Deməli, bu pentin imiş. C5H10. C5H10 pentin. Bizə isə deyir ki, hələ tamamlamamışıq, deyir, birlik karbon atomlarının sayı n-2-dir. N-i 5 tapdıq. N-2 də 5-2 deməkdir. Yəni, 3 karbon birlidir. Birli. Deməli, biz 5 karbonu elə düzməliyik ki, 3'ü birli olsun. O da bu maddə olacaq. Demək, 3 metil butin 1. Nömrələmə 3 qatın yaxın olduğu tərəfdən aparılır. 3 metil butin 1. Beynəlxalq nomenklatura ilə adı 3 metil butin 1. Doğru cavab C variantı. 16-da verilib benzolun homologu 1 mol X maddəsidir. Kütləsi M-dir və 1 molun kütləsidir. 1 mol benzolun homologunun kütləsi 14N-6-dır və bunu bizə M veribdir. Gördüyünüz kimi 1 mol X-in kütləsini M verib. Yəni 14N-6-nı biz M qəbul etməliyik. Tam yanmasına sərf olunan oksigenin kütləsi isə 3,2 M-dir. Yəni belə bəlli olur ki, həmin benzolun homologunun yanmasına öz kütləsindən 3,2 dəfə çox oksigen sərf olunacaq. Deməli, yenə arenlərin ümumi yanma tənliyini xatırlayaq. Burada da yanmaya 3N çıxılsın 3, bölünsün 2 oksigen sərf olunur. M mol karbon qazı və M-3 mol su alınır. Bunu da kəsirdən çıxarım. 1,5 N çıx 1,5. Deməli, oksigen, sərf olunan oksigen yanan maddədən 3,2 dəfə çoxdur. Ona görə mən 14N çıx 6-nı vuracam 3,2-yə. Bərabərlik olsun deyə yanan oksigenin, yanmaya sərf olunan oksigen həmin karbohidrogenin kütləsindən 3,2 dəfə çoxdur. Ona görə sağ tərəf 3,2-yə vururam. Bərabərlik yaransın və ifadəni həll edirəm. Demək, yazıram. Buradan ifadəni sadələşdirirəm. Olacaq 44,8 N çıxılsın 19,2 bərabərdir 48 N çıxılsın 48. Buradan da 3,2 N bərabərdir 28,8 N bərabərdir 9-a. Deməli, bu 9 karbon olan aromatik karbohidrogen imiş. Sonra bizə deyir ki, X-in molekulunda bir ədəd birli karbon atomu var. 9 karbonun, əgər bu benzolun homologudursa, bunun 6-sı benzol halqasında yerləşir. Və bir ədəd birli varsa, deməli yerdə qalan 9 çıx 6, yəni 3 karbonun 3'ü də demək ki, xətti düzülüb. Çünki ayrı-ayrı karbonlarda olsaydı və ya şaxəli düzülsəydi, birli karbon sayı çox olardı. Deməli, söhbət propil benzoldan gedir. Propil benzoldan gedir və deyir, hansı ifadələr doğrudur. Birinci ifadəni oxuyuruq. Benzolun propilenlə reaksiyasından alınır. Benzol propilenlə reaksiyaya girəndə izopropil benzol kumul alınır. Yəni propil benzol yox, izopropil benzol alınır. Deməli, birinci ifadə yanlışdır. 2. Molekulunda metilen qrupu yoxdur. Bu ifadə də yanlışdır. Metilen gördüyünüz kimi var. Metilen CH2 radikalına deyilir. Burada metilen radikalları var. Yoxdur dediyi üçün bu ifadə də səhvdir. 3-də deyir ki, molekulunda 7 ədəd ikili karbon atomu var. 7 ədəd ikili deyilirsə, ikililəri işarə edirəm. Bu karbon 2, 3, 4, 5. Buradakı artıq üçlüdür, onu qeyd etmirəm. Deməli, 5-i burada, 6-cı burada, 7-ci burada. 7 karbon ikilidir. Buradakı karbon üçlüdür, buradakı karbon isə birlidir. 7 karbon isə ikilidir, yəni bu ifadə doğrudur. 4-cü ifadədə deyilir ki, 1,3,5 trimetil benzolun izomeridir.
1,3,5 trimetil benzolun bəli izomeri olacaq. Çünki 1,3,5 trimetil benzolda C9 CH3 yazıram. Hər ikisi C9H12 formuluna uyğun gəlir. Deməli, izomer maddələrdir. Dördüncü ifadə də doğrudur. Doğru cavab 3,4. 3,4 də D variantında verilib. 17-ci testdə qeyd edir ki, polimerin elementar halqasında karbon atomlarının hibrid orbitallarının sayı A, hidrogen atomlarının sayı B'dir. Yəni, verilən polimerlərin hər birində karbon atomlarının hibrid orbitallarının sayını hidrogen atomlarının sayına böldükdə 4 eləsin. Bizə bunu deyir. Yəni, A böl B-nin bu şərt daxilində verir. Burada biz bir-bir burada verilən polimerləri yazmalıyıq və onların tərkibindəki karbonların hibrid orbitallarının sayını tapmalıyıq və hidrogen atomlarının sayını tapmalıyıq. Onları bir-birinə bölməliyik. Hansında 4 alınacaqsa doğru cavab odur. Məsələn, A variantında verilib lafsan. Lafsanın formulu, lafsan bilirik ki, etilin qlikol və tereftal turşusundan əmələ gələn poliefir lifidir. Burada xətlər də var. O, CH2, CH2, O. Bu lafsan lifinin elementar halqasıdır. N dəfə. Burada görək karbonların neçə hibrid orbitalı var. Burada 8 karbon var benzol halqası daxil və 8-i də sp2 hibridləşmə vəziyyətindədir. Deməli, 8 vurulsun 3, 24 hibrid orbital bu hissədədir. Buradakı karbonlar isə sp3 hibridləşmə vəziyyətindədir. sp3, sp3, 8 hibrid orbital da burada. Deməli, bunlar sp2 sayı, bu isə sp3 sayıdır. Toplayanda edəcək 32. İndi hidrogen sayına baxaq. Hidrogen sayların benzol halqasında da yazım yerinə. Buralar CH, CH, CH. Deməli, 4 hidrogen buradadır. 4 hidrogen də burada. Cəmi 8. Bir quruluş vahidində, elementar halqada 8 hidrogen var. Deməli, hibrid orbital sayını 32 tapdıq. Yəni, biz burada A böl B-ni müəyyən edirik. 32 hibrid orbital sayı, B isə 8. 32-ni 8-ə böləndə 4 alındı. Və bizə də bu şərti verib ki, bu şərt doğrudursa, hansı uyğundur? Elə baxırıq ki, A cavabı bu varianta uyğundur. Doğru cavab A. Digərlərini də yaza bilərik, ancaq artıq doğru cavab bəlli oldu, həll qaydası bəlli oldu. Ona görə davam etmirəm, keçirəm növbəti suala. 18-ci sualda X, Y maddələri verilib. Kütlələri M qram olduğu qeyd olunur. Artıq miqdarda natrium ilə əmələ gələn hidrogenin mol miqdarlarını verib. X və Y maddələri fenol və etanoldur. Fenol demək, fenolu yazımız C6H5OH, etanol isə C2H5OH-dır. Hər ikisi natriumla reaksiyasından alınan hidrogeni veribdir və kütlələrin bərabər verib. Biz bilirik ki, hər ikisinin 1 molundan 2də 1 mol H2 ayrılar. Çünki sonuncu hidrogenlər natriumla əvəz olunacaq. Amma burada bir məsələ var, kütlələrin bərabər verib. Kütlələr bərabər verilibsə, onda bunların kütlələrini, emirlərini bir düşünürük. Fenolun nisbi molekul kütləsi 94-dür, etil spiritinin nisbi molekul kütləsi 46-dır. Əgər biz bunların hər ikisinin eyni mol götürsək, onda belə bəlli olur ki, etanoldan eyni kütlədə götürsək, hər ikisini eyni kütlədə götürsək, etanoldan daha çox hidrogen alınacaq. Baxıram ki, fenolun kütləsi etanoldan təxminən 2 dəfə çoxdur. Təxminən 2 dəfə çoxdursa, deməli, alınan hidrogen də təxminən 2 dəfə çox olacaq. Yəni, belə çıxır ki, fenoldan 0,5 mol, etanoldan isə 1 mol hidrogen ayrılar, kütlələri bərabər götürülübsə. Burada isə deyir ki, M1 böyükdür N2. Biz müəyyən etdik ki, 1 böyükdür 0,5-dən. Deməli, M1 deyəndə M1 hidrogenin mol miqdarı çox olan, yəni etanoldur. C2H5OH M1-ə uyğundur. M1-in qarşısındakı da X-dir. Deməli, X olaraq etanolu, Y olaraq fenolu verib. Sonra davam edirik. Deyilir ki, Venn diaqramına uyğun bəndləri müəyyən edin. 1 molunun tam yanmasından 3 mol su alınır. Baxırıq ki, hər ikisinin tərkibində 6 hidrogen var. Deməli, hər ikisinin 1 mol yananda 3 mol su alınır. Yəni, bu ortaq əlamətdir. 1 hər ikisi üçün ortaq olana yazılır. Nitrat turşusu ilə nitro birləşmə əmələ gətirir.
Fenol nitrat turşusu ilə reaksiyaya daxil olduqda pikrin turşusu verir. Deməli, alınır 2,4,6 trinitrofenol və bu NO2 qrupları karbohidrogenə birbaşa birləşib deyə bu nitro birləşmə hesab olunur. 3 mol su ayrılacaq. Demək ki, bu nitro birləşmədir, amma etil spirti nitrat turşusu ilə reaksiyaya daxil olarsa, bu zaman C2H5ONO2 alınır. NO2 qrupu radikala oksigen körpüsü ilə birləşdiyinə görə bu mürəkkəb efir hesab olunur. Nitro birləşmə hesab olunmur. Deməli, ikinci ifadə fenola aiddir. Y-də fenol olduğuna görə 2-ni bura yazıram. Üçüncü, bakteriya iştirakı ilə oksidləşdikdə sirkə turşusu alınır. Bu etil spirtinin xassəsidir. Spirtlər adətən birli spirtlər oksidləşəndə aldehid, aldehidlər oksidləşəndə turşu verir. Yəni mərhələli gedir bu proses, amma bakteriya iştirak edirsə, onda etil spirtindən birbaşa sirkə turşusu alınır. Yəni bu etil spirtinə aid əlamətdir deyə bu hissəyə yazıram. 4 adi şəraitdə bərk və kəskin iyli maddədir. Bərk və kəskin iyli olan fenoldur. Etil spirti isə xarakterik iyli mayedir. Deməli, bu fenola aid əlamətdir deyə Y olan hissəyə yazıram 4-ü. Və beləliklə cavabımız bəlli oldu. 1-ə 3 gedir, 1-ə 3 gedir. Burada çox diqqətli olmaq lazımdır. Bu 3-dür. 2 bu tərəfdə verilib. 2-yə 2, 4 gedir. 2, 4 və üçüncüyə isə 1 gedir gördüyünüz kimi. Üçüncüyə də 1 demək ki, doğru cavab olacaq B variantı. 19-cu testə baxırıq. Demək, burada deyilir ki, qrafik verilib. X maddəsinin tam yanma reaksiyasının qrafikidir. Molekulunda ikili karbon atomu olmayan X karbohidrogeni üçün doğru ifadələri müəyyən edin. Deməli, burada söhbət karbohidrogendən getdiyi bəlli oldu. X karbohidrogendir. Yəni, karbohidrogen o deməkdir ki, tərkibi karbon və hidrogendən ibarətdir. Və qrafik tam yanma reaksiyasını əks etdirir. Biz də bilirik ki, karbohidrogenlər hamısı yandıqda karbon qazı və su əmələ gəlir. Qrafikə baxırıq. Deməli, 1 mol karbohidrogen yanıb, tamamilə yanıb, sıfıra düşüb. Bu zaman 4 mol su alınıb, ona görə mən suyun qarşısına 4 yazıram. Və yanmaya 6 mol oksigen sərf olunub, oksigenin qarşısına da 6 yazıram. Digər məlumatlar verilməyibdir. Biz demək, oksigen sayına görə karbon qazı müəyyən edə biləcəyik. Çünki burada 6 dəfə 2, 12 hidrogen var. Burada isə 4 oksigen var. Sağ-sol tərəfə bərabər olmalıdır. 12-dən 4-ün çıxırıq. Burada 8 olmalıdır. 8 olması üçün karbon qazının əmsalı 4 olmalıdır. 4-dürsə, deməli bu C4 olub. Hidrogen də 4 dəfə 2, 8-dir. Ona görə burada 8 olacaq. Demək, biz müəyyən etdik ki, bu karbohidrogen C4H8-dir. Bilirik ki, C4H8 formuluna həm sikloalkan, siklobutan uyğun gəlir, həm də buten. Hansı olduğunu necə müəyyən edirik? Şərtdə açıq zəncirli və ya qapalı zəncirli olması barədə bir fikir yoxdur. Ancaq qeyd edir ki, ikili karbon atomu olmayan. İkili karbon, əgər biz bunu siklobutan yazsaq və ya metil siklopropan yazsaq, onda ikili karbon sayı mütləq çox olur. Deməli, bu sikloalkan olmayıb, alken olub. Alkendir və tərkibində bir ədəd ikili karbon varsa, onda biz karbon sayı 4 olan və tərkibində deməli ikili karbon atomu olmayan karbohidrogeni bu formada yazırıq və bunu adlandırırıq. Bizdən, daha doğrusu adı yox, X karbohidrogeni haqqındakı doğru ifadələri soruşur. Deməli, birinci ifadədə deyilir ki, molekulunda 16 hibrid orbital var. Karbon atomlarının üzərinə hibridləşmə vəziyyətini yazdıq. sp3, 2 karbon sp2-dir deyə 2 vur 3, 6 sp2 hibrid orbital var. 2 karbonda sp3 hibridləşmə vəziyyətindədir. Bu da 8, cəm edər 14. Və ya elə alkenlərin ümumi formuluna əsasən hibrid orbital sayı 4n çıx 2-dir. Buradan da tapmaq olar 4 vur 4 çıx 2 bizə elə 14 verəcək. Deməli, 16 hibrid orbital var deyirdi. Bu yanlışdır. Çünki biz hesabladıq 14 hibrid orbital var. İkinci ifadəyə baxırıq. İkinci ifadədə deyir, H-xlorla reaksiyasından 2 xlor 2 metil propan alınır. Demək, 2 metil propenin üzərinə H-xlor gəldikdə Markovnikov qaydasına görə hidrogen hidrogeni çox olana, yəni bura birləşəcək. Halogen isə bura.
və beləliklə alınan maddə olacaq 2 xlor, 2 metil, propan. Demək ki, bu ifadə doğrudur. Üçüncü ifadədə deyir, cis transizomerləri yoxdur. İki qat rabitə birinci karbonda olan heç bir alkende cis transizomerlik olmur. Çünki burada CH2'dir. CH2'dirsə iki qat rabitəli karbonun əvəzediciləri eynidir və bu zaman iki qat rabitə ətrafında fırlanma dəyişikliyə səbəb olmayacaq. Ona görə üçüncü ifadə doğrudur. Həqiqətən də cis transzizomeri yoxdur. Dördüncü ifadə polimerləşmir deyir. Bu yanlışdır. Tərkibində iki qat rabitə olan bütün maddələr təbii ki, polimerləşir. İki qat rabitənin qırılması hesabına çoxlu sayda molekullar bir-biri ilə birləşərək polimerləşəcək. Demək ki, bu ifadə yanlışdır. Doğru cavabı istəyirdi bizdən, doğru ifadəni. Ona görə 2 və 3'ü seçirik. C variantı. 20-ci sualda aromatik karbohidrogenlərdən benzolun homoloqlarından paraksilol verib. Paraksilolun formulunu yazaq. Paraksilol 1,4 dimetil benzol. Digər adı 1,4 dimetil benzoldur. Yəni 8 karbonu olan C8, CnH2-6 formulu ilə hesablayırıq. C8H10 paraksilolun formulu. Və bunun nisbi molekul kütləsini hesablayaq. Çünki şərtdə onu A ilə ifadə edib. A-nı müəyyən etmək üçün nisbi molekul kütləsini hesablayırıq. 12 vur 8 üstə gəl 10. Bu da bizə 106 verər. 106. Demək biz nəyi müəyyən etdik? Müəyyən etdik ki, A bərabərdir 106. Və ketonda nisbi molekul kütləni A çıxı 6 verib. Yəni A çıxı 6 bərabərdir 106 çıxılsın 6. Bu da bizə 100 verər. Deməli ketonun nisbi molekul kütləsi emer keton müəyyən etdik ki, bu 100-ə bərabərdir. Ketonların ümumi formulu aldehidlərlə siniflər arası izomerdir. Hər ikisinin ümumi formulu CnH2-odur. Və biz bunun 100 olduğunu müəyyən etdik. Buradan 14-dən üstə gəl 16 bərabərdir 100-ə. 14-ən bərabərdir 84-ə. Və buradan n-i tapırıq, n bərabərdir 6. Demək biz müəyyən etdik ki, bu ketonda 6 karbon var. Şərtin davamına baxırıq. Əsas zəncirdə 4-cü karbon atomunun oksidləşmə dərəcəsi -1-dir. Deməli, 4-cü deyirsə, deməli bu CH-dır. -1 deyirsə CH-dır. Çünki -1, -2, -3 karbohidrogenlərdə hidrogen sayına görə olur. Deməli, burada bir metil radikalı var. Keton qrupu birinci karbonda gələ bilməz və nömrələmə buradan gedib 4-cü olubsa, deməli keton qrupu burada ola bilər. Sonra -1 olan keton üçün hansı ifadələr doğrudur? Ketonun formulunu deyilənlərə əsasən tərtib etdik və sonra görək bizdən nə istəyir. Birinci ifadə, molekulunda asimetrik karbon atomu. Asimetrik karbon atomu 4 tərəfi də fərqli olan karbon atomu deməkdir və baxırıq CH3-də 3 tərəf hidrogendir. Bunlar asimetrik deyil. Burada bu karbonun 2 tərəfi metildir. Deməli, bu da asimetrik deyil. Bu karbonun 2 tərəfi hidrogen də asimetrik deyil. Ümumiyyətlə, 2 qat, 3 qat rabitəli karbonlar asimetrik ola bilməz. Demək ki, heç bir asimetrik deyil. Birinci ifadə yanlış ifadədir. H2 ilə reaksiyasından 2 metil pentanol 2 alınır. Deməli, bilirik ki, birli spirtlər oksidləşəndə aldehid, ikili spirtlər oksidləşəndə keton verdiyi kimi, aldehidlər də hidrogenlə reduksiya olunduqda birli spirt, ketonlar hidrogenlə reduksiya olunduqda ikili spirt verir. Və burada 2 metil pentanol 2, yəni hidrogenlə reduksiya olunduqda bu keton qrupu spirt qrupu ilə əvəzlənəcək. Və adlandırıldıqda da olacaq 4 metil pentanol 2. Ona görə bu ifadə doğrudur. Reaksiyanı tam şəkildə yazmadım, yəqin ki, aydın olar. Sonra 3-də deyilir ki, molekulunda 14 polyar kovalent rabitə var. Mən formulu yenidən yazacağım, çünki qarışdırdım orada. Polyar rabitə, hidrogen sayları və oksigeni də burada nəzərə alacağıq. Ümumiyyətlə, N6-dırsa, elə buradan da hidrogen sayını çıxarda bilərsiniz. C6, H12, O formuluna malik idi. 12 hidrogeni var və ya buradan da saya bilərsiniz ki, 12 hidrogeni var.
12 hidrogen və oksigen də 2 kovalent rabitə yaradır. İkisi də polyar kovalentdir. Çünki buradan gördüyünüz kimi hər biri karbona birləşib. Deməli 12 hidrogen, 2 də oksigenin yaratdığı polyar kovalent, cəm olaraq 14 polyar kovalent var. Deməli, üçüncü ifadəmiz də doğrudur. Dördüncü, molekulunda birli karbon atomları bütün karbon atomlarının 40%-ni təşkil edir. Birli karbon atomu 1, 2, 3 ədəddir. 3 ədəddir və molekulda 6 karbon var. 3 də 6-nın 50%-ni təşkil edir. 40%-i deyil. Demək, bu ifadə yanlışdır. Bizdən doğru ifadələr istədiyinə görə doğru cavab 2-3 olacaq. D variantı. 21-ci sualda qarışığın tərkibi verib dipeptid, tripeptid. Qarışığın tam hidrolizinə sərf olunan suyun mol sayı 10. Qarışığın tam hidrolizindən alınan amin turşuların mol sayını isə 16 verib. Qarışıqda neçə mol tripeptid olduğunu hesablayın deyir. Demək, dipeptid 2 amin turşunun bir-biri ilə birləşməsidir. Tripeptid 3 amin turşunun bir-biri ilə birləşməsidir. 1 mol dipeptid bu şəkildə təsəvvür edək. 1 mol tripeptidi də bu şəkildə təsəvvür edirik. Və bu dipeptid və tripeptidin molları bəlli deyil deyə, demək, birin A mol götürək, digərini B mol götürək. B mol götürək və 1 mol dipeptidin hidrolizinə 1 mol su lazımdır. Ona görə A mol dipeptiddirsə, elə onun hidrolizinə A mol su sərf olunacaq. Üstəgəl 1 mol dipeptidin hidrolizinə 2 mol, yəni peptid rabitələrinin sayı qədər su sərf olunur. 1 mol dipeptidin hidrolizinə 2 mol su sərf olunacaq. Bizdə də B mol götürmüşük deyə 2B qədər su sərf olunacaq. Bunu 10-a bərabər edirik. Deməli, qarışıqda dipeptidin hidrolizinə A mol, tripeptidin hidrolizinə 2B mol su sərf olunur və bunun cəmi bizə 10 verilibdir. Və təbii ki, dipeptid hidroliz edəndə 2 amin turşu yaranır. A mol olduğuna görə 2A. Üstəgəl, tripeptidin hidrolizindən 3 mol amin turşu yaranır. B mol götürdüyümüz üçün 3B mol amin turşu yaranacaq və bunu da bizə 16 verib. Bu sistem tənliyi həll edəcəyik. Demək, birinci tənliyi vurum 2-yə. 2A mənfi 2A üstəgəl 4B bərabərdir 20. İkinci tənliyimiz olduğu kimi qalır. Və tərəf-tərəfə çıxırıq. Çıxdıqda qalacaq B bərabərdir 4. B-ni 4 tapdıq. Birinci tənliyimizdə A üstəgəl 2B bərabərdir 10 idi. B-nin qiymətini yerinə yazıram. 4 vur 2, 8 bərabərdir 10. A bərabərdir 2. Deməli, tripeptid 4 mol olub. Dipeptid isə 2 mol olub. Şərtdə isə bizdən tripeptid, neçə mol tripeptid olduğu soruşulur. Ona görə doğru cavab C variantı. 22-ci testə baxırıq. 22-ci testdə glukoza, fruktoza, riboza və dezoksiriboza üçün ortaq cəhətlər soruşulur. Deməli, glukoza, fruktoza heksozadır. Heksoza 6 karbonlu karbohidratlara deyilir. Riboza və dezoksiriboza isə pentozaların nümayəndəsidir, yəni tərkibində 5 karbon var. Molekulda 5 karbon atomu var, riboza və dezoksiribozaya, yəni bura aid ifadədir. Ona görə 3-ə 1 yazıram. Molekulunda 3 asimetrik karbon atomu var. Molekulunda 3 asimetrik karbon atomu olduğunu bilmək üçün burada ilə quruluşlarım mən yazım. Deməli, elə buradakı ardıcıllıqla yazacağım. Glukozada 6 karbon var. 2, 4, 5, 6. Birinci aldehid qrupu. Sonra HOH-ı növbəli yazmalıyıq. HOH, 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 burada H və üçüncünü özüm saxlamışam. Burada yeri dəyişikdir OHH. Deməli, bu oldu glukoza. Açıq quruluşundan söhbət gedir deyə açıq quruluşunu yazdım. İkinci yazıram fruktozanı. Fruktozada da 6 karbon var. Glukozanın izomeridir. Ancaq glukozadan fərqli olaraq fruktoza ketozadır. Burada bu yoxdur. Ketozadır, yəni tərkibində keton qrupu var. Gümüş güzgü reaksiyası göstərmir. Yenə HOH-ları növbəli yazırıq. Sadəcə glukozada olduğu kimi burada da
Demək, üçüncü karbonda yer dəyişikdir. Güzel şeydir. Demək, bu birinci karbondur, HOH. İkinci karbonda keton qrupu var. Üçüncü karbonda OH-la H-ın yeri dəyişikdir. Qalanlar yenə qlukozada olduğu kimi. Bu da fruktozadır. Riboza. Riboza dediyim kimi pentozadır. 5 karbon var. Aldozadır. Aldehid qrupu var. Və burada yeri dəyişik olan yoxdur. Hər biri elə HOH şəklində yazırıq. Dezoksiriboza. Pentoza kimi, o da pentozadır. O da aldozadır. Sadəcə adından görsəndiyi kimi dezoksiriboza, yəni bir oksigeni əksik olan riboza. Eyni ilə riboza kimidir. Sadəcə buradakı bir oksigeni əksikdir. Dezoksiriboza. HOH. İndi ifadələrə baxırıq. Burada deyilir ki, molekulunda 5 karbon atomu var. Birincini yazdıq. Molekulunda 3 asimetrik karbon atomu var. İndi onu müəyyən edirik. Asimetrik karbon 4 tərəfdə fərqli olan karbon deməkdir. Deməli, mən hər birində asimetrik karbonları dairəyə alacağım. Deməli, glukozada asimetrik karbon sayı 4'tür. Çünki hər birinci və sonuncu karbon asimetrik deyil. Çünki gördüyünüz kimi burada bu karbonun iki tərəfi artıq eynidir. Deməli, bunlar asimetrik deyil bu karbon. Və birinci karbonda da 2 qat rabitə olduğuna görə asimetrik deyil. Asimetrik olmayanları çıxdıqda 4 karbon asimetrikdir. Fruktozada da birinci karbon asimetrik deyil. Çünki iki tərəfi eynidir. Keton qrupu olan karbonu silirik, asimetrik deyil. Və sonuncu karbonu silirəm, asimetrik deyil. İki tərəfi eynidir. 4 tərəfi fərqli olan ortadakı 3 karbon oldu. Deməli, 3 karbon asimetrik olan biri fruktozadır. Ribozada asimetrik olmayanları çıxıram. Yenə iki tərəf eynidir deyə və 3 karbon asimetrikdir. Məsələn, izahını da verim. Tutaq ki, bu karbon niyə asimetrikdir? Bir tərəfi deyək ki, hidrogendir. Bir tərəfi hidroksid iyonlarıdır. Digər tərəfi aldehid qrupudur. Və nəhayət bir tərəfini də götürüm. Yerdə qalan çıxdı. Yəni, gördüyünüz kimi ortada bu qırmızı dairəyə aldığım karbonun 4 tərəfdə fərqlidir. Deməli, o karbon asimetrikdir. Asimetrik karbonlar həmçinin biri də budur. Hər bir tərəf fərqlidir, biri də budur. Demək ki, ribozada da 3 karbon asimetrikdir. Dezoksiribozada bu karbon asimetrik deyil. Bu karbon asimetrik deyil, çünki iki tərəf artıq eyniləşdi. Və sonuncu karbon da iki tərəf eyni olduğuna görə asimetrik deyil. Deməli, dezoksiribozanın açıq formulunda 2 karbon asimetrikdir. Yəni, uzun sözün qısası, fruktoza və ribozada açıq formulda 3 asimetrik karbon var. Ona görə doğru cavab fruktoza və riboza olacaq və bura gedəcək ikinci ifadə. İkinci ifadə. Sonra 3-də deyir ki, molekulunda 19 polyar kovalent rabitə var. Karbon-karbon rabitələri qeyri-polyardır. Yerdə qalan karbon-oksigen rabitələri də polyar rabitədir. Molekul xətlərin sayına görə də tapmaq olar və ya bilirik ki, glukoza C6H12O6-dır. Açıq zəncirlərdə indekslərin cəmindən 1 çıxanda bizə sigma rabitə sayını verir. Deməli, burada 6, 12, 6 eləyir 24, 24 ümumi rabitə var. 24 rabitənin karbon-karbon arasındakı 5 rabitəsini çıxıram. Baxın, 1, 2, 3, 4, 5. 5 rabitəni çıxıram, çünki bunlar qeyri-polyar rabitədir. 5 çıxanda qalır 19. Deməli, 19 qalanların hamısı polyar kovalent rabitədir. Ona görə 19 polyar kovalent rabitə glukozada, fruktozada da 19 olacaq, çünki onlar izomerdir. İzomerlərdə adətən polyar, qeyri-polyar rabitə sayları bərabər olur. Ona görə doğru cavab 1-ə getdi. Və nəhayət dördüncü deyir, gümüş güzgü reaksiyasına daxil olur. Gümüş güzgü reaksiyasına daxil olur. Tərkibində aldehid qrupu olanlar.
Aldehid qrupu olanlar burada riboza və dezoksiriboza üçün ümumi olandır. Əslində burada glukoza da gümüşlükü reaksiyası göstərir. Sadəcə qrafikə əsasən biz ancaq riboza, dezoksiribozanı seçə bilirik. Deməli, dördüncü ifadədə bura gələcək. Demək, ardıcıllıq belə olacaq. 3, 2, 1, 4. 3, 2, 1, 4 də Y variantındadır. Doğru cavab Y. 23-cü sual açıq sualdır və burada bizə qeyd edir CO-nun əmələ gəlmə istiliyi, suyun əmələ gəlmə istiliyi, metanın su ilə reaksiyası verilibdir, istilik effekti verilib 251 və 60 qram karbonun hidrogenlə reaksiyasından neçə kilojol istilik ayrılar deyilir. Reaksiyanı əvvəlcə yazıram. CH4 üstəgəl H2O alınır CO və H2, 3 mol H2 çıxılsın 251 kilojol. Deməli, buradan CO-nun əmələ gəlmə istiliyi verilib 110 kilojol. Suyun əmələ gəlmə istiliyi verilib 286 kilojol. Sonra metan yoxdur. Metanı biz tapmalıyıq. Hess qanunundan istifadə edərək biz bunu tapa biləcəyik. Demək, bizə verib ki, istilik effekti 251-dir. Biz də öyrənmişik ki, istilik effekti bərabərdir cəm məhsul çıxılsın cəm başlanğıc. Yəni, istilik effekti əmələ gəlmə istiliklərinin fərqinə əsasən müəyyən edirik. Başlanğıc. Bu başlanğıcdır. Demək, Q-nü bizə verib 251, mənfi 251. Mənfi 251 bərabərdir. Məhsullardan bəsit maddənin istilik effekti 0 olur deyə bunu nəzərə almırıq. Deməli, olacaq 110 çıxılsın başlanğıcın cəmi. Yəni, 286 üstəgəl X. Və buradan biz X-i hesablayırıq. X bərabər, deməli, burada mənfi 251 bərabərdir. Birbaşa yazım elə burada X-i hesablayın, vaxt getməsin. Demək, X burada bizə verəcək 75 kilojol. 75. Demək, biz tapdıq ki, metanın əmələ gəlmə istiliyi 75-dir. Metanın əmələ gəlmə istiliyi 75-dir. Bizə deyir ki, karbon və hidrogenin reaksiyasından. CH4. Biz əgər metanın əmələ gəlmə istiliyini tapmışıqsa, onu bu reaksiya tənliyinə yaza bilərik. Reaksiyanı əmsallaşdırırıq. 60 qram karbondan neçə kilojol istiliyi ayrılar deyir. Reaksiya tənliyinə əsasən baxırıq ki, 12 karbon 75 kilojol verir. Deməli, X-i buradan tapırıq. 75 vurulsun ixtisar gedəndə 5 qalır. 75-i də 5-ə vururuq. 375. Doğru cavab 375 kilojol. 24-də alkan verib, hibrid orbitalların sayı A. Deməli, alkanlarda hibrid orbital sayı 4N-dir. 4N-i bizə A verib. Sigma rabitələrin sayı SN, H2N üstəgəl 2-də indekslərdən 1 çıxanda bizə sigma rabitə sayını verir. 3N üstəgəl 2 indeks cəmidir. 1 çıxanda olacaq 3N üstəgəl 1. Deməli, 3N üstəgəl 1 də bizə B ilə ifadə edib və açıq B fərqini 4 veribdir. Deməli, mən A-dan B-ni çıxanda 4 almalıyam. Ona görə yazıram 4N çıxılsın 3N üstəgəl 1. Yəni, A çıxılsın B. A-nın qiyməti 4N-dir, B-nin qiyməti 3N çıxılsın 1-dir. Və bunu bizə verib ki, bu 4-ə bərabərdir. Şərtdə verib ki, açıq B fərqi 4-ə bərabərdir. Əvvəlinə də əlavə edə bilərəm. Və buradan N-i hesablaya bilərik artıq. N buradan bizə verəcək 5. Deməli, axtarılan alkanda 5 karbon var. Yenə şərtdə qeyd edir ki, X-in molekulunda 1 ədəd ikili karbon var. Əgər bu 5 karbonlu alkanın tərkibində 1 ədəd ikili varsa, onda şaxələnmə var imiş və bir şaxə var, bu karbon ikilidir. Demək, söhbət bu maddədən gedir. Bu maddə üçün doğru ifadəni istəyir bizdən. Maksimum 3 monoxlorlu birləşməsi ola bilər. Monoxlorlu birləşmə burada xlor birləşə bilər. Əgər bura birləşsə, adı olacaq, deməli, 1 xlor, 3 metil butan. Sonra ikinciyə də birləşə bilər xlor. Belə olduqda olacaq 2 xlor, 3 metil butan. Sonra metil olan karbona da birləşə bilər. Burada yazaq xlor. Deməli, 2 xlor, 2 metil butan və həmçinin burada da ola bilər.
Belə də olduqda olacaq. 1 xlor 2 metil butan. Yəni gördüyünüz kimi 3 deyil. Ona görə bu ifadə səhvdir. 1, 2, 3, 4 monoxlorluq törəməsi var. Sonra ikinci ifadədə deyilir ki, rabitə əmələ gətirən qeyri-hibrid orbitallar bütün orbitalların 60%-ni təşkil edir. Rabitə əmələ gətirən qeyri-hibrid orbital. Deməli, biz bu alkanı Eni 5 tapdıq. T5H12. Qeyri-hibrid orbital 12 hidrogen deməkdir. 12 hidrogen və hibrid orbital nə qədərdir? Hibrid orbitalda 4 N olduğunu qeyd etmişik. 4 vurulsun 5, N'i də 5 tapdıq. 20 hibrid orbital var. Demək, 12 bölünsün 20, vurulsun 100, bərabərdir. Bu 60% eləyər. Demək ki, bu ifadə doğrudur. Qeyri-hibrid orbitalların sayı hibrid orbitalların sayına böldükdə 60% etdi. Demək ki, doğru ifadədir. Üçüncüdə qeyd edir ki, mən həmin maddəni bir də yazım. Üçüncüdə qeyd edir ki, etil və izopropil radikallarının birləşməsindən yaranıb doğrudur. Bu etil, bu da izopropil radikalıdır. Ona görə dördüncü ifadədə doğrudur. Beşinci ifadədə isə deyir ki, bu maddələrin reaksiyasından alınır. Bu reaksiyada qayda belədir ki, zəncirin qısalması baş verir. 1 mol natrium karbonat ayrılır bu reaksiyalarda. Yəni, bu hissə natrium karbonat verir. Sonuncu hidrogen də bura gəlir. Və bu zaman görürsünüz ki, gördüyünüz kimi 2 metil propan alınır. Yəni, 5 karbonlu bizim tapdığımız maddə alınmaz. Ona görə bu ifadə yanlışdır. Bizdən doğru ifadələr istəyirdi. Doğru ifadələr 2 və 3 oldu. Doğru cavab 2 və 3. 25-ci sualda baxıram doymuş məhlulda həll olan maddənin kütlə payı verilib və həll olma əmsalı verib. Məhlullar bölməsində həll olma əmsalının omeqadan asılılıq düsturu var idi. Deməli, KH bərabərdir. Omega bölünsün, 100 çıxılsın omega, vurulsun 100. Bu düsturla bu məsələni asanlıqla həll edərik. Yəni, həll olma əmsalı verilibsə, tutaq ki, məhlul 40%lidirsə, bu məhlulun həll olma əmsalını tapmaq üçün biz verilən faizi bölməliyik 100 çıx omegaya, yəni suya. Əgər 40%li məhluldursa, 40 maddə, 60 qramı sudur. Ona görə suya böldük və vururuq 1000-ə. Beləliklə, həll olma əmsalını tapırıq. Bu, sadəcə bir nümunə üçün yazdım. 20%li məhlulsa 20 böl 80 vur 1000. 30%lidirsə 30 bölünsün 70 vurulsun 1000. Bu şəkildə tapırıq. İndi həmən düsturdur. İndi KH-ı bizə verib 25x. Qiymətlərin yerinə yazıram. 25x bərabərdir. Omeqanda x verib. Doymuş məhlulda həll olan maddənin kütlə payı. Yəni x. Bölünsün 100 çıxılsın x. Düstura əsasən yazdıq. Burada 1000 yazmalıyam. Vurulsun 1000. Və bu ifadəni həll edirik. Demək, vurub açırıq. 1000x bərabərdir 2500x çıxılsın 25x kvadratı. Buradan 25x kvadratı bərabərdir 1500x. Buradan da x bərabərdir 60 tapırıq. Deməli, ilkin məhlul 60%lidir. Və həmin məhlulunda həll olma əmsalı özündən 25 dəfə çox, yəni 60 vur 25 qədər olacaq. 26-cı sualda deməli, misin sulfat turşusu ilə reaksiyası verilib. Qatı sulfat turşusu olduğuna görə alınır mis2 sulfat üstə gəl SO2 üstə gəl su. Natrium üstə gəl qatı sulfat turşusu. Buradan da natrium sulfat, aktiv metallar qatı sulfat turşusu ilə H2 verir. Və gəl su. Reaksiya təniklərini yazdıq. Hər iki reaksiyada Y verib. Y deməli sudur. Y sudur. Deməli, X və Z digər maddələrdir. X SO2-dir. Z də H2S-dir. Hər iki reaksiyada reduks edici 4 mol elektron verərsə, deməli, burada reduks edici misdir. Reaksiya tənliyini əmsallaşdırım. Sulfat turşusuna 2 düşür, suya da 2 düşəcək. 8 oksigenlər bərabərdir. Və burada deməli, reaksiya tənliyini əmsallaşdırım. Kükürt burada müsbət 6-dan mənfi 2-yə gəlib 8 elektron. 8. Natriumda 0-dan müsbət 1-ə gəlib 2 ədəd olduğu üçün 2. İxtisar gedəndə 4. Bura 4 düşəcək. Bura 4, bura 8. Birinci indeksi olana yazırıq. 1, sulfat turşusuna da 5 mol düşür.
Reaksiyanı əmsallaşdırdım. Suya da 4. Reaksiyamız bərabər və burada şərtdə deyir ki, hər iki reaksiyada reduksiya edici 4 elektron verərsə. Bizim reaksiyada, birinci reaksiyada mis 0-dan müsbət 2-yə gəlib. Reduksiya edici 2 elektron verir. Əgər 4 elektron verərsə, deməli bu reaksiyanın 2 dəfə artıq formasını təsəvvür etməliyik. Yəni SO2 2 mol olacaq. Deməli X maddəsi 2 mol. Əgər reduksiya edici 4 elektron verərsə, onda 2 mol SO2 alınmış olacaq. Və deyir, hər iki reaksiyada 4 elektron verib. İndi baxırıq ki, reduksiya edici burada 0-dan müsbət 1-ə gəlib və 8 elektron verilib. 8, amma şərtdə deyir 4 elektron vermiş olsun. Deməli, biz də bu reaksiyanı yarı bölməliyik. Yəni 8 moldan 1 mol H2 alınıbsa, 4 moldan 0,5 mol alınacaq. Yəni Z maddəsi 0,5 moldur. H2. Bu reaksiyada da reduksiya edici 4 elektron verəndə 0,5 mol H2 alınmış olur. Sonra bizə deyir ki, X və Z ilə reaksiyada maddələrdən biri tam sərf olunarsa, SO2 üstəgəl H2S alınır, S üstəgəl su. Bu reaksiyanı da əmsallaşdırırıq. Reaksiyanı əmsallaşdırdıq. Demək, burada bizdən soruşur ki, hər iki reaksiyadan alınan mürəkkəb maddənin miqdarını hesablayın. SO2-ni şərtdə 2 mol verib, amma H2-si 0,5 mol müəyyən etdik. İndi baxırıq ki, 2 mol H2, 2 mol su verir. Alınan mürəkkəb maddənin mol miqdarını istəyir. Molu az ona görə tənasibi qurmalıyıq. Ona görə H2-sə görə tənasib qururuq. 0,5 mol H2S-də təbii ki 0,5 mol verər. Çünki 2 moldan 2 mol alınır. Doğru cavab 0,5 mol H2O. 27-ci sualda deməli, deyir reaksiyalar üçün uyğunluğu müəyyən edən oksidləşmə məhsulu bəsit maddədir, reduksiya məhsulu bəsit maddədir, oksidləşmə və reduksiya məhsulu bəsit maddədir. Elə hər birinin üzərində reaksiya tənliklərin qeyd edim. Deməli, birinci reaksiyadan alınır, deməli, bu metalların lehimlənməsində istifadə olunan reaksiyadır. Mis üstəgəl mis-2 xlorid, üstəgəl N2, üstəgəl su alınır. Buradan alınır natrium silikat, üstəgəl H2. Bu, indi yazdığımız reaksiyadır. S üstəgəl su kükürdün alınması reaksiyasıdır. Bu, xlorun laboratoriyada alınması reaksiyasıdır. Bu isə metalların karbotermiya üsulu ilə alınması reaksiyasıdır. Demək, bu reaksiyada deyilir ki, şərtdə baxdıq, oksidləşmə məhsulu bəsit maddədir, reduksiya məhsulu bəsit maddədir və ya hər ikisi bəsit maddədir. Burada baxırıq ki, mis müsbət 2-dən 0-a gəlib, yəni reduksiya olunub, reduksiya məhsulu bəsit maddədir. Azot isə mənfi 3-dən 0-a gəlib, azot da oksidləşib və oksidləşmə məhsulu bəsit maddədir. Demək, belə çıxır ki, bu reaksiyada həm oksidləşmə məhsulu, həm reduksiya məhsulu bəsit maddədir. Yəni 3-ə gedəcək A variantı. A-nı yazdım 3-ün qarşısına. B-yə baxırıq. Demək, burada da silisium 0-dan müsbət 4-ə gəlib oksidləşmə dərəcəsi. Yəni, buradakı silisium reduksiya edicidir, oksidləşir. Oksidləşmə məhsulu yox. Hidrogen isə müsbət 1-dən 0-a gəlib. Müsbət 1-dən 0-a gəlibsə, bu oksidləşdiricidir, reduksiya olunur. Demək, buradan belə çıxır ki, reduksiya məhsulu bəsit maddədir. Ona görə reduksiya məhsulu bəsit maddə olan B variantı 2-yə gedəcək. Burada kükürt müsbət 4-dən 0-a gəlib, bir dəfə də mənfi 2-dən 0-a gəlib. Yəni, burada həm oksidləşmə məhsulu, həm reduksiya məhsulu bəsit maddədir deyə bunu 3-ə yazacağım. 3. Burada biraz qarışıqlıqda sadələşdirim. 3-ə getdi. Həm A, həm də C. Sonra keçirik D variantına. D variantında xlor mənfi 1-dir, olub 0. Mənfi 1-dən 0-a gəlibsə, bu zaman xlor elektron verib, elektron vermə oksidləşmə prosesidir. Oksidləşmə məhsulu bəsit maddədir. Ona görə 1-ə gedəcək D variantı. Və nəhayət sonuncu reaksiya, burada sink müsbət 2-dən 0-a gəlib, müsbət 2-dən 0-a gəlmə elektron almaq prosesidir, reduksiya prosesidir. Demək ki, reduksiya məhsulu bəsit maddədir. Ona görə 2-yə yazmalıyıq. Y variantı da 2-yə qeyd edirik. Deməli, doğru cavab 1-ə D, 2-yə B-yi, 3-ə A, C.
Situasiya sualına gəldik. Situasiya sualında bizə qeyd edilir ki, sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyun və verilmiş məlumatlardan istifadə edərək 28 və 30 saylı tapşırıqları yerinə yetirin. Birinci təcrübə 2 şəkil təsvir olunub. 2 təcrübə aparılıb burada. Demək, qabda var maqnezium 3x2. Maqnezium 3x2 duzun üzərinə H-klor əlavə edəndə Z qazı çıxıb və qeyd olunur ki, Z qazı havada alovlanır. İkinci qabda da kalsium duzudur və onun üzərinə su əlavə olunub. Bu zaman çıxıb T qazı və deyilir ki, T qazı havada yanmır. Havada yanmır. Saf oksigende sarı alovla yanır və karbamid istehsalında istifadə olunur. Karbamid istehsalı dediyinə görə tez xatırlayırıq. Karbamid alınır CO2 və NH3-dən. Alınır CO, NH2 2 dəfə gübrə, azotlu gübrə kimi istifadə olunur bu reaksiyadan. Demək ki, burada karbamid istehsalında istifadə olunur ki, və 4 atomlu şərtini qoyub, baxırıq bu iki qazdan 4 atomdan ibarət olan amonyakdır. Və belə bəlli olur ki, demək bu qabdan çıxan amonyak qazı olub. Amonyak qazı olubsa götürülən kalsium 3Y2 maddəsi kalsium nitrid olub. Çünki kalsium nitrid üzərinə su əlavə edəndə kalsium hidroksid və NH3 qazı alınır. Demək ki, burada götürülən maddəni müəyyən etdik, kalsium nitrid. İkinci isə havada alovlanırsa bu fosforla bağlı olacaq. Ona görə bunu maqnezium 3 P2 götürürük. Onun üzərinə də H-klorla təsir etdikdə alınır maqnezium klorid, üstəgəl PH3 fosfin qazı, zəhərli qazdır. 28-ci suala baxırıq. Burada da 4 atomlu qaz alınıb. pH-də də 4 atom var. Şərtdə qeyd olunur ki, hər ikisi 4 atomludur. T maddəsinin kimyəvi formulunu yazın. T maddəsi buradaydı və NH3 kimyəvi formulunu istəyir deyə bura NH3 yazırıq. Z maddəsinin adını yazın. Z maddəsi də buradan ayrılan qaz, yəni pH3-dür. Adı olacaq fosfin qazı. Adını istəyir deyə biz bunu sözlə yazmalıyıq. Adı fosfin qazı. Sonra 29-cu. 29-da deyir ki, birinci təcrübənin reaksiya tənliyini yazın və əmsallaşdırın. Birinci təcrübədə olan reaksiyanı bir daha yazın. Maqnezium 3N2, üstəgəl H-klor. Deyim ki, bu maqnezium 3P2. Maqnezium fosfitlərdən, bu metal fosfitlərdən zoosit kimi istifadə olunur. Zoosit zərərli heyvanları məhv etmək üçün, gəmiriciləri məhv etmək üçün istifadə olunur. PH3 fosfin qazı alınır. Reaksiyanı əmsallaşdıraq. 3 maqnezium var deyə bura 3 yazırıq. Fosfor 2-dir, bura 2 yazırıq. Və H-klorda hidrogenda hər biri 6 olduğuna görə bura 6 düşəcək. Demək, maqnezium fosfit normalda özü zəhərli deyil, amma bunu bu mədəyə düşdükdə mədəki xlorid tursuyla və ya su ilə reaksiya girərək zəhərli fosfin qazı əmələ gətirir ki, bu da onları zəhərləyərək öldürür. Demək ki, bu tapşırığı da yerinə yetirdik. Birinci təcrübənin reaksiya tənliyini yazın, əmsallaşdırın demişdik, etdik. Keçirik 30-cu suala. 30-cu sualda bizə deyir, ikinci təcrübənin reaksiya tənliyi qrafikinə əsasən M2 və M1-i müəyyən edin. Biz burada kalsium nitridin su ilə reaksiyasını yazıb əmsallaşdıraq. Kalsium hidroksid, üstəgəl NH3 alınır. Əmsallaşdırırıq. Sonra şərtə qrafikə baxırıq ki, maddələrdən biri tamamilə sərf olunub. Başlanğıcda hər ikisi, yəni kalsium nitrit və su, eyni kütlədə götürülübmüş M2, eyni nöqtədən başlayır. Amma biri tamamilə sərf olunub qutarıb, digəri isə artıq qalıb. Və bu zaman alınan maddələrdən, yuxarı qalxan qrafiklər alınan maddələri ifadə edir. MR kiçik olanın, yəni kütləcə az olanın kütləsini verib bizə 3/4. Biz alınan maddələrə baxırıq. Kalsium hidroksidin nisbi molekul kütləsi 74-dür, 3-ə də vurmalıyıq. Amma amonyak 17-dir, 2-yə vuranda 34. Deməli, reaksiyadan 34 qram amonyak normalda alınır, amma qrafikdə 3/4 verib. Yəni, ondan 10 dəfə az. Kalsium nitridin nisbi molekul kütləsini hesablayaq. Kalsium nitrid bərabərdir 40 vurulsun 3, üstəgəl 28, bu da edər 148.
Demək, kalsium nitrit 148 qramdır. Bu zaman 34 qram amonyak alınır. 3,4 qram amonyak olarsa, bu da ondan 10 dəfə az olacaq. Yəni 14,8 qram kalsium nitridə uyğundur. Demək ki, bu M2 başlanğıcda 14,8 qram olub. Həmçinin su da 14,8 qram olub. Çünki hər ikisi eyni kütlədə götürülüb. Amma reaksiyada su 6 mol sərf olunur. 6 vur 18. Bu da edir 108. Deməli, 6 mol su sərf olunur. Bu zaman 14,8 qram kalsium nitridin hamısı sərf olundu. Amma suyun 14,8 qram başlanğıcda götürülüb, 10,8 qram sərf olunacaq. Və bu zamanda olacaq, demək, reaksiyadan artıq qalacaq 4 qram. 4 qram artıq qalacaq. Başlanğıcda hər ikisi 14,8 qram götürülüb. Bu zaman kalsium nitrit tamamilə sərf olunub. 14,8 qram kalsium nitrit 10,8 qram su ilə reaksiyaya girər. 148, 108-dən girirsə, 14,8-də 10,8-dən daxil olar. Və ona görə də 14,8 qram suyun 10,8-i sərf olunduğu üçün 4 qramı artıq qalar. Ona görə doğru cavab burada M1 də oldu 4 qram. M2-ni müəyyən etdik 14,8. M1-i müəyyən etdik 4 qram. Yəni bu artıq qalan suyu ifadə edir. Artıq qalan maddənin kütləsini ifadə edir.